Devlet İmtahan Merkezi 2025. yıl coğrafyadan test toplusunda ikinci hissede ehal coğrafyası mevzusunda meselelerin bir hissesinin təhlilini əvvəlcə vermiştim. 25 testin təhlilini. Burada deməli son 36 meselenin təhlilini vereceğim. Ölkənin urbanizasiya səviyyəsinin azalmasına görə ardıcıllığı əhalinin sayı verilib milyon nəfərlə, kənd əhalinin sayı verilib 7 milyon nəfərlə. Bunu nə cür həll edəcək? Kənd əhalisinin sayını böləcəm şəhər əhalisi sayına. Vahidin içərisində kənd əhalisinin payını tapacağım. Faidə çevirməklə əhalinin neçə faizinin kənddə yaşadığını, neçə faizinin şəhərdə yaşadığını burada görəcək. Birincini belə edəcək. 68,7 ni böleceğim 83,8'e böleceğim. Vahidin içerisinde bunun payı diyeceğiz 0,83. Bu demek ki əhalinin 83'i 100 nəfərdən 83'i kənddə yaşayır. Deməli, şəhər əhalinin payı diyecek 100 çıxısın 83, 17%. Əhalinin 17%'i şəhərdə yaşayır. Olan səviyyəsi 17'dir. 2'də 2,4'ü böleceğim 21,9'a alacağım 0,111. 100'den 11'e çıkanda deməli əhalinin 89%'i şəhərdə yaşayır. Üçüncüdə 38,3'ü böləcək 141,8'e düşəcək 0'dan %27. 100'den 27 çıxanda deməli əhalinin 73%'i şəhərdə yaşayır. Urbanizasiya səviyyəsi 73'dür. İndi urbanizasiya səviyyəsinin çoxdan aza doğru sıralar çox. Birinci yer gələcək 2, 89'dur. İkinci yer gələcək 3, 73'dür. Ən az şəhər əhalisi var 1'də 17. Yəni ardıcıllıq belə olacaq. 2, 3, 1 cavab olacaq B bəndi. Testlerle bu cümle. Ölkə ərazisi xəritədə 9 cm2-la göstərilmişdir. Əhalinin sayının 21,6 milyon nəfər, sıxlığının isə 60 nəfər bölünsün km2 olduğunu bilib, ölkənin sahəsini və xəritənin miqyasını müəyyən edin. Əvvəl ölkənin sahəsini tapmaqdan ötürü əhali sıxlığından istifadə edəcək. 60 nəfər 1 kvadrat kilometrə yaşayırsa, 21,6 milyon x kvadrat kilometrə yaşayır. Bununla əhalinin deməli ölkənin sahəsini tapa bilərik. Bu cür yazılır. 60 nəfər 1 kvadrat kilometrədir. 21,6 milyon nəfərsə x kilometrədir. X bərabərdir. 21,6 milyonu vuracaq 1'ə böləcək 60'a edəcək 360 min kvadrat kilometr. Deməli ölkənin sahəsi 360 min kvadrat kilometr. Ölkənin sahəsini tapdıq. Və xəritədə bu 9 cm2-da göstərilib. Bizə 1 cm2-la göstərilən sahəni tapandan sonra miqyasda 1 cm uyğun gələn məsafəni tapa bilərik. O görə də belə eləyəcək. 9 cm2-mız 360 min kvadrat kilometr isə 1 cm2-mız eləyəcək x bərabərdir. 1 cm2 olacaq 360 minə böləcək 9'a alacaq 40 min kvadrat kilometr. Deməli 1 cm2-mız 40 min kvadrat kilometr göstərir. 1 cm isə kök altında 40 min, bu eləyəcək 20 deməli 1 cm2 40 min kilometr isə 1 cm eləyəcək 200 kilometr. 1 santimetrimiz 200 kilometre, miqyas 1 bölünsün 200, arkasında 5'ten 0. Yani miqyas eləyəcək 1 bölünsün 20 milyon. Deməli düzgün cavab oldu. 360 min kvadrat kilometr və 20 milyon miqyaslı xəritə. 1 bölünsün 20 milyon miqyaslı xəritə cavab oldu A bəndində. Ölkənin əhalisinin sayı 25,6 milyon nəfər, sahəsi isə 640 min kvadrat kilometrdir. Sahəsinin 4 cm2-la göstərildiyi xəritənin miqyasını və əhalinin sıxlığını müəyyən edin. Əhalinin sıxlığını birbaşa tapmaq olur. Bunu tapmağın düzü ölkədə əhalinin sayı olan 25,6 milyonu bölmək lazımdır. Ölkənin sahəsi 640 min kvadrat kilometrə. 25,6 milyonu 640 min kvadrat kilometrə bölündə düşəcək 40 nəfər bölünsün kilometr kvadrat. Yəni 1 kvadrat kilometrə 40 nəfər əhali yaşayır. Buradan da cavab görür ki, cavab B bəndidir. İndi xəritədə bu 4 cm2, 4 cm2 640 min kvadrat kilometr göstərir. Bizə lazım 1 cm2 uyğun gələn sahəni tapmaq. Belə bir sənəsi quracaq. 4 cm2-mız 640 min kvadrat kilometrdir. 1 cm2-mız x-dir. Buradan x bərabərdir. 640 mini böləcək 4'ə. 640 mini 4'ə bölündə düşəcək 160 min kvadrat kilometr. Deməli 1 cm2-mız 160 min kvadrat kilometr göstərir. 1 cm2-mız 160 min kvadrat kilometr göstərirsə, 1 cm-də eləyəcək 160 mindən kök alacaq. Bu deyiləcək 400. Deməli 1 cm2-mızı 160 min kvadrat kilometr isə 1 cm eləyəcək 400 kilometr. Əgər 1 cm-imiz 400 kilometr isə miqyas eləyəcək 1 bölünsün
400 arkasından 5'ten 0 artırırıq. Bu deyəcək 40 milyon. Bu qayda ilə cavabın B bəndi olduğunu tapırıq. Düzgün cavab B bəndi. Ölkə əhalinin sayı 25 milyon nəfərdir. Ümumi əhalinin 8%-ni işsizlər təşkil edir. İşsiz əhalinin 1,5 milyon nəfəri iqtisadi böhran səbəbindən, digər qismi isə texnoloji inkişaf nəticəsində işsiz qalıb. Ümumi ölkə əhalisi içərisində struktur işsizliyinin payını müəyyən edin faizlə. Deməli, əvvəlcə biz işsiz əhalinin ümumi sayını tapacaq. İşsiz əhalinin ümumi sayını tapacaq. Ondan sonra işsiz əhalinin içərisində dövri işsizliyi var. Bu 1,5 milyon nəfər təşkil edir. Buna iqtisadi böhran səbəb olur. Bunu tapandan sonra digər qismi isə texnoloji inkişaf nəticəsində işsiz qalıb. Yəni bu struktur işsizliyi. Bizdən də bu struktur işsizliyinin payını, fayda tapmağı istəyir. Deməli, əvvəla ümumi işsiz əhalinin sayını tapırıq. Bunun üçün əhalinin ümumi sayı 25 milyondur. Buna 100% qabiliyyət yaxud 100% 25 milyon nəfər qəbul etsək, 8 milyonun neçə nəfər olduğunu tapacaq. Ki, termometrimiz bölür. 100%'miz 25 milyondur, 8%'miz x'dir. Burada x bərabərdir. 8'i burada 25'e bölür 100 alır 2 milyon. Deməli, ölçüdə cəmi 2 milyon nəfər işsiz əhali var. Əhalinin 2 milyonu işsizdir. Bunun 2 milyon nəfərin 1,5 milyon nəfəri iqtisadi böhran səbəbindəndir. Bunu çıxsaq, dövri işsizliyi çıxsaq, deməli 2 milyondan 1,5 milyon çıxanda 0,5 milyon deməli struktur işsiz var. Bu struktur işsizliyin bizdə payını tapmağı tələb edir. Bunun üçün 25 milyonu 100% qabiliyyət ümumi əhalinin içərisində bizdə işsizliyi istəyir, struktur işsizliyi istəyir. 0,5 milyon olacaq x. Buradan x bərabərdir 0,5'i 100'e vurub 25'e bölsək eləyəcək 2%. Deməli, ölkə əhalisi içərisində struktur işsizliyinin payı 2%'dir. Cavab oldu A bəndi. 2022 ilin əvvəlində regionda əhalinin ümumi sayı 1,5 milyon nəfər. Həmin ilin sonunda isə 1 milyon 508 min nəfər olmuşdur. Təbii artımın 0,7% olduğunu nəzərə alaraq neçə min nəfərin miqrasiya etdiyini müəyyən edin. Deməli, il ərzində əhalinin sayı, ilin əvvəlində sonunda əhalinin sayında deməli 8 min nəfər artıq var. Yəni ilin əvvəlində olub da 1,5 milyon, ilin sonunda 1 milyon 508 min, aradakı fərqi tapırıq. 1 milyon 508 mindən 1 milyon 500 mini çıxdıq, 58 min nəfər. Deməli, əhalinin sayı regionda 8 min nəfər artıb. Amma təbii artım 0,7% olduğunu nəzərə alırıq. Nə qədər adamın miqrasiya etdiyini tapmaqdan ötürü belə bir tanesi vuracaq. 1000 nəfərə qarşı 7 nəfər artıb, 1,5 milyon nəfərə qədər nə qədər artmalıdır? Buradan x bərabərdir 1,5'i 7'ye vurub 1000'e bölsək, deməli regionda əhali artmalıdır 10,5 min nəfər. Amma ilin sonunda əhalinin sayı 1 milyon 508 min bunu yadda saxlayırıq. Ona görə də deməli əhalinin sayı artıb artmalı idi 10,5 min nəfər. Pakçı artıbdı 8 min nəfər, 10.500'dən 8 min çıxanda 2,5 min nəfər. Deməli regiondan 2,5 min nəfər əhali köçüb gedib başqa regionlara. Yəni miqrasiya balansı mənfi olub. Bu görə də cavab olacaq 2,5 min nəfər. Cavab olacaq B bəndi. Əhalinin sayı 12 milyon nəfər olan ölkədə il ərzində doğulanların sayı 70 min nəfər, ölənlərin sayı 22 min nəfər olmuşdur. Təbii artımın bu tipinə uyğun dövlətlər qrupu. Əvvəlcə təbii artımın tipini müəyyən etməliyik. Bunun üçün 70 min nəfərdən 22 min nəfəri çıxırıq, eləyəcək 48 min nəfər. Deməli, 12 milyon əhalisi olan ölkədə il ərzində 48 min nəfər əhali artmışdır. 12 milyona qarşı 48 min nəfər əhali artıbsa, 1000 nəfərə qarşı x artmışdır. X bərabərdir 1000'i 48 minə vursaq eləyəcək 48 milyon, 48 milyonu 12 milyona bölsək eləyəcək 4 nəfər. Deməli, hər 1000 nəfərə qarşı artım olmuşdur 4 nəfər ki, bu da əhali təbii artımının birinci tipinə uyğun gəlir. A bəndə Polşa, İspaniya, Yunanistan, Türkiyə əhali təbii artımının ikinci tipinə aiddir. O görə də cavab səhvdir. B bəndə İtaliya, Rusiya, Yaponiya, Monqolistan təbii artımının ikinci tipinə aiddir. Cavab səhvdir. C bəndə Böyük Britaniya, Almaniya, Macaristan, Monqolistan təbii artımının ikinci tipinə aiddir. Cavab səhvdir.
Yemen'de Ukrayna, biraz İordanya, Bulgaristan, İordanya təbiətinin ictimai cavab çəkdi. Yemen'de Avustralya, Kanada, ABŞ, Yeni Zelandiya, bunlar təbiətin bir ictimaiyyətlər, o görə cavabı doğrudur. Müqayisə üçün deyim ki, Azərbaycan əhalinin sayı 10 milyon nəfərdir. Azərbaycanda illik təbiətin təxmini olaraq 100 min nəfərdir. 100 min nəfərdən bir qədər çoxdur. Yəni bizim əhalisi Azərbaycan əhalisi sayından çoxdur, amma Azərbaycandakı təbiətimin yarısından azdır. Yəni bu birinci istifadə olan ölçülər cavabı doğrudur. Cavab orada Yemen'dir. 2023-cü ilin yaş genç piramidasına əsasən hansı illərdə hərbi çağrışçıların sayının daha çox olacağını müəyyən edin. Deməli, çağrışçılara baxırıq, kişilərə baxsaq əgər 0-4 yaş, 5-9, 10-14, 15-19 yaş, 20-24 yaş. Bu iller içərisində deməli 10-14 yaşda olan say 450 min nəfər digər illərdən çoxdur. O görə də 2023-cü ildə 10-14 yaş arasında olanlar hərbi çağırış zamanı bunların sayı çox olacaq. İndi bu uşaqlar nə vaxtdan anadan olublar? 2023-cü ildə 14 yaşı olanlar 2009-cu ildə anadan olublar. 2023-cü ildə 10 yaş olanlar 2013-cü ildə anadan olublar. İndi bunlar nə vaxt hərbi çağırışçı olacaqlar? Bunlar çağırışçı olacaqlar 18 ildən sonra. 2009-cu ildə anadan olanlar hərbi çağırışa gedəcəklər. 2027-ci ildə 2009-cu ildə 18 gəldik. 2013-cü ildə anadan olurlar isə çağırış edəcəklər. O 2031-ci il, deməli 2027-2031-ci illər ərzində hərbi çağrışçıların sayı çox olacaq. Düzgün cavab oldu deməndi. Cədvəldə illər üzrə A və B ölkələrində əhalinin sayı göstərilmişdir. Buna əsasən düzgün olan fikirləri müəyyən edin. Deməli 2015-2019-cu illərdə A ölkəsində əhalinin sayı 54 milyondan qalxıb 57 milyon 240 minə. B ölkəsində əhalinin sayı 62 milyondan qalxıb 63 milyon 240 minə. 1. A ölkəsi üçün əhali təbii artımının ikinci tipi səciyyəvidir. İkinci tip bildiğiniz kimi əhali artımının deməli yüksək sürətlə davam etdiyini göstərir. Hər 1000 nəfərə qarşı artım 12 nəfərdən artıq olmalıdır. O görə də bunu sübut eləmək lazımdır. Düzlüyün, səhvini yoxlamaq lazımdır. Bunun üçün veririk. Bu illər ərzində əhalinin artımın hesablayırıq. Deməli 2019-cu ildə 57 milyon 240 min olub. Bundan 2015-ci ildə 54 milyonu çıxırıq və 4 il olduğuna görə 4-ə bölürük. Deməli 1 illik orta təbii artım olub 810 min nəfər. 54 milyon nəfərə qarşı 810 min nəfərə artıb, 1000 nəfərə qarşı ikisi ilə illik təbii artımı tapa bilərik. Deməli 54 milyona 810 min nəfərə artıb, 1000 nəfərə x. Buradan x bərabərdir. 1000-i bura dur 810 min eləyəcək 810 milyon, 810 milyon 54 milyona bölçü düşəcək 15 nəfər. Deməli hər 1000 nəfərə qarşı artım 15 nəfərdir. O deməkdir ki, hər 1000 nəfərə qarşı artım 12 nəfər və daha çox olduğuna görə bu əhali təbiətinin ikinci tipi üçün səciyyəvidir. A ölkəsi üçün bu doğrudur. O görə də biri qəbul edirik. Hər iki ölkədə millətin qocalması müşahidə edilir. Birinci bənddə gördük ki, A ölkəsində təbii artım ikinci tipsə deməli millətin qocalması orada müşahidə edilmir. O görə də iki səhvdir. Daha işini yoxlamaq, B-ni yoxlamaya heç ehtiyac yoxdur. 3. B ölkəsində əhalinin orta illik artımı 310 min nəfərdir. B ölkəsində əhalinin sayı 62 milyon nəfərdən qalxıb 63 milyon 240 minə. O görə də eyni qaydada deməli 63 milyon 240 mindən 62 milyona çıxacaq, eləyəcək 1 milyon 240 min nəfər. Bunu böləcək 4-ə, deməli orta illik artım tapmaqdan ötürü 63 milyon 240 min çıxsın, 62 milyon bölünsün 4 eləyəcək 1 milyon 240 min. Onu da 4-ə bölündə düşəcək 310 min nəfər. Üçüncü bənddə deyir ki, B ölkəsində əhalinin orta illik artımı 310 min nəfərdir. Deməli bu da doğrudur. 4. B ölkəsi Mərkəzi Afrikada yerləşir. B ölkəsində deməli cəmi 62 milyon nəfərə qarşı 1 milyon 4 ilə 1 milyon nəfər əhali artıb, yəni 60 milyona qarşı bir ildə 300 min nəfər əhali artıbdır. O görə də bu Mərkəzi Afrikada belə bir ölkə yoxdur. Mərkəzi Afrika ölkələri əhali təbiətinin ikinci tipinə aiddir. O görə də 4-cü bənd səhvdir. Mərkəzi Afrikada belə bir ölkə yoxdur.
5. A ölçüsünde demografi böhran baş verir. A ölçüsünde her 1000 nəfərə qarşı 15 nəfər əhali artırsa burada demografi böhran baş verir. Pişik səhvdir. Partlayış da baş vermir. Normal təbiatın ikincimine aid olan normal bir ölçədir. Bu da 5 də səhvdir. A ölçəsi Amerika ehtiyatları ilə yaxşı təmin olunmuşdur. A ölçəsində həqiqətən də illik 810 min nəfər artım var. Kifayət qədər əhali var. O görə demək ki, ehtiyatla yaxşı təmin olunmuşdur. Kişi də düzgündür, alt da düzgündür. Demək testin düzgün bəndə oldu. Cavablar oldu 1, 3, 6. Ölçüdə iqtisadiyyatçının fəal əhalinin 5,7 milyon nəfəri maddi istehsal, 2,7 milyon nəfəri isə qeyri-istehsal halində çalışırlar. İşsizliyin 30% təşkil edildiğini bilərək ölkənin əmək qabiliyyətli əhalisinin sayını müəyyən edin milyon nəfərlə. Deməli, fəal əhalinin 5,7 milyonu maddi istehsalda, 2,7 milyon nəfəri qeyri-istehsal çalışır. Cəmi işləyən əhalinin sayını tapırıq. Cəmi işləyən əhalinin sayı bərabərdir. Maddi istehsalda işləyənlərin sayı üzərinə gəlsin qeyri-istehsalda işləyənlərin sayı. Bu da eləyəcək 5,7 milyon nəfərin üzərində 2,7 milyon gələndə eləyəcək 8,4 milyon nəfər. Deməli, bu işləyən əhali cəmində 8,4 milyon nəfər. İşsizlik 30% təşkil edirsə, deməli, bu iqtisadi üçün fəal əhali 100 çıxısın 30-70% təşkil edir. Bu da o deməkdir ki, 70%imiz 8,4 milyondur. İqtisadi əmək qabiliyyətli əhalisi eləyəcək 100%. 100%-i tapacaq ki, əmək qabiliyyətli əhali nə qədərdir. O yüzden də belə tənasüb qurulur. 70%imiz 8,4 milyondur, 100%imiz X-dir. Belə bir tənasüb qurduq. Buna da əmək qabiliyyətli əhalinin cəmi sayını tapacaq. Əmək qabiliyyətli əhalinin sayı bərabərdir. X bərabərdir. 100 vurulsun 8,4 eləyəcək 840, 70'e bölündü eləyəcək 12 milyon nəfər. Deməli, ölçüdə ümumiyyətlə 12 milyon nəfər əmək qabiliyyətli əhali var. Bunun 8,4 milyonu yaxud 70%-i çalışır. Qalan 3,4 milyon əhali isə işsizdir ki, bu da 30% təşkil edir. Cavab oldu. Cavab oldu 12 milyon nəfər. 12 milyon nəfər ötədə yazıldığına görə də burada yazmayacaq onu. 12 yazacaq öyle. Ölkənin əmək qabiliyyətli əhalisinin 68%-ni iqtisadiyyatcan fəal əhali, 8 milyon nəfərini isə işsizlər təşkil edir. Ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayını milyon nəfərlə müəyyən edin. Deməli, əmək qabiliyyətli əhali 68%-dir. 68% iqtisadiyyatcan fəaldır. 8 milyon nəfəri isə işsizdir. Deməli, işsizlər təşkil edir 100 çıxısın 68, 32%. İşsizlər təşkil edir 32%. Yəni 32%. 32%imiz 8 milyon nəfərdir. 100%imiz X-dir. Buna da əmək qabiliyyətlərinin ümumi sayını tapa bilərik. X bərabərdir. 100'e 8'e buran deyəcək 800'ü 832'ye bölün deyəcək 25 milyon nəfər. Deməli ki, ölkədə əmək qabiliyyətli əhalinin ümumi sayı eləyəcək 25 milyon nəfər. Ki, bunun 8 milyon nəfəri işləmir, 17 milyon nəfəri isə ki, bu 68% təşkil edir. Bunlar iqtisadiyyatcan fəal əhalidir. Cavab oldu 25 milyon məsələdə yazdığına görə də burada yazmırıq. Cavab 25. Ölkədə əhalinin sayı 8 milyon 265 min nəfər, illik təbii artım 66.120 nəfər olmuşdur. Hər 1000 nəfərə düşən təbii artım müəyyən edin. 8 milyon 265 min nəfərə qarşı bir ildə 66.120 nəfər artım olmuşdur, təbii artım. 1000 nəfərə düşür X. X bərabərdir, mini vuracaq 66.120, 66.120'ye böləcək 8 milyon 265 mini. Mini 66.120'ye vuran deyəcək 62 milyon 120 min. Bunu 8 milyon 265 minə bölsək eləyəcək 8 nəfər. Deməli, hər 1000 nəfərə düşən təbii artım eləyəcək 8 nəfər. Cavab 8. Urbanizasiya səviyyəsi 80% olan ölkədə əhalinin ümumi sayı 6 milyon nəfər, illik təbii artım 42 min nəfər, şəhər əhalisi arasında hər 1000 nəfərə görə təbii artım 7 nəfər olarsa, kənd əhalisinin artımı müəyyənin milyon nəfərlə, əvvəlcə testdəki kiçik səhvi deyəmişsə, milyon nəfərlə ola bilməz. Bu 1000 nəfərlə olmalıdır. O görə ki, ölkədə illik təbii artım cəmi 42 min nəfərdir. Kənd əhalisi arasında artım da aydın ki, bu 42 mindən xeyli kiçik olmalıdır. İndi məsələnin həllini deyim. O yüzden cavab burada 1000 nəfər olacaq. Deməli, ümumi əhalinin sayı 6 milyon nəfərdir. Deməli, bu 100%imiz 6 milyondur. 80%imiz X-dir. Bununla biz şəhər əhalisinin sayını tapacaq.
Belə bir tənasüb qurulur. 100%'miz 6 milyondur, 80%'miz x'dir. X bərabərdir. 80% 6 milyona vurub 100'ə bölsəyəcək 4,8 milyon nəfər. Deməli, şəhər əhalisi 4,8 milyon nəfərdir. Və şəhər əhalisi hər 1000 nəfərə görə 7 nəfər artır. Məsələn, şərtlə deyir. Belə tənasüb quracaq. 1000 nəfərə görə 7 nəfər artım var. 4,8 milyona qarşı x artım var. Buradan x bərabərdir. 4,8 milyonu 7'ye vuracaq. 1000'ə böləcək, eləcək 33.600 nəfər. Deməli, şəhər əhalisində artım 33.600 nəfərdir. Kənd əhalisində artımı tapmadan ötürü şəhər əhalisinin artımını ümumi təbiatından çıxmaq lazımdır. Yəni 42 mindən 33.600'e çıxanda cavab edəcək 8400 nəfər. Yəni cavab edəcək 8,4 min nəfər. Milyon yendirəm, 1000 olmalıdır. Şəhər əhalisinin, kənd əhalisinin artımı edəcək 8,4 min nəfər. Cavab edəcək 8,4. Cavab 8,4. Urbanizasyon seviyesi 60%, ümumi əhalinin sayı 12 milyon nəfər, illik təbii artım 60 min nəfərdir. Kənd əhalisi arasında hər 1000 nəfərə görə təbii artım 5 nəfər olarsa, şəhər əhalisinin təbii artımı müəyyən edin. Əvvəl urbanizasyon seviyesi 60%-nin ölkədə əhalinin ümumi sayı 12 milyon nəfərdir. Biz əvvəlcə şəhər əhalisinin sayını tapmalıyıq. İndi bu da eləyəcək 100%'miz 12 milyon nəfərdir, 60%'miz x tənasübündən istifadə edərək şəhər əhalisinin ümumi sayını tapacaq. Şəhər əhalisinin sayı eləyəcək x bərabərdir 60 vurulsun 12 milyon bölünsün 100 eləyəcək 7,2 milyon nəfər. Deməli 12 milyon nəfərin 7 milyon 200 min nəfəri şəhərdə yaşayırsa, kənd əhalisinin sayını tapacaq. Kənd əhalisinin sayı bərabərdir 12 milyondan 7,2 milyon şəhərində çıxılır eləyir 4,8 milyon nəfər. Deməli kənd əhalisinin sayı eləyir 4,8 milyon nəfər. Və bu 4,8 milyon nəfər hər 1000 nəfərə görə 5 nəfər artırsa 4,8 milyona qarşı da x artacaq. Bununla kənd əhalisinin artımı tapacaq. 1000'ə 5 nəfər 4,8 milyona x. Buradan x bərabərdir 4,8 milyonu vuracaq 5'ə böləcək. 1000'i eləyəcək 24 min nəfər. Deməli kənd əhalisində artım 24 min nəfərdir. Və 50 təbii artım 60 min nəfərdir. 60 min nəfərdən 24 min nəfər kənd əhalisinin hesabına artırsa, qalanda şəhər əhalisinin artımı eləyəcək. O görə də 60 min nəfərdən 24 min nəfərə çıxacaq, 36 min nəfər şəhər əhalisinin illik təbii artım olacaq. Cavab da olacaq 36 min nəfər məsələdə yazıb. Ölkə əhalinin sayı 80 milyon nəfərdir. Bir ildə ölkədə doğulanların sayı 1,9 milyon nəfər, ölənlərin sayı 0,7 milyon nəfərdir. Hər 1000 nəfərə düşən təbii artım müəyyən edin nəfərlə. Deməli, bir illik təbii artım tapacaq. İllik təbii artım tapmalı ölkə 1,9 milyon nəfərdən ölənlərin sayı 0,7 milyon nəfər çıxmaq lazımdır. Bu deyəcək 1,2 milyon nəfər. Deməli, ölkədə bir ildə 1,2 milyon nəfər əhali artır ki, belə bir tənasüb quracaq. 80 milyon nəfərə qarşı 1,2 milyon nəfər artır, 1000 nəfərə x tənasübü quracaq. 80 milyona 1,2 milyon, 1000 nəfərə x bərabərdir. 1000'i 1,2 milyona vuracaq, böləcək 80 milyona, düşəcək 15 nəfər. Deməli, hər 1000 nəfərə görə artım elədir 15 nəfər. Cavab oldu 15. Ölkə əhalinin sayı 100 milyon nəfərdir. Bir ildə ölkədə doğulanların sayı 2,8 milyon nəfər. Ölənlərin sayı 1,6 milyon nəfərdir. Hər 1000 nəfərə düşən təbii artım müəyyən edin 7 nəfərlə. Deməli, illik təbii artımı tapacaq. Bunun üçün 2,8 milyon nəfərdən 1,6 milyon nəfər çıxacaq. Deməli, ölkədə bir ildə 1,2 milyon nəfər əhali artır. 1,2 milyon nəfər əhali artır. 1000 nəfərə düşən artım tapacaq. Demək, bu üçün belə tənasüb quracaq. 100 milyona qarşı 1,2 milyon nəfər artır, hər 1000 nəfərə görə x artır. X bərabərdir, 1000'i vuracaq 1,2 milyona böləcək, 100 eləyəcək 12 nəfər. Deməli, hər 1000 nəfərə görə 12 nəfər artım var, cavab oldu 12. Ölkədə əhalinin sayı 8 milyon 265 min nəfər, təbii artım hər 1000 nəfərə 8 nəfər olmuşdur. İllik mütləq artım müəyyən nəfərlə. Deməli, 1000 nəfərə qarşı 8 nəfər artıb, 8 milyon 265 min nəfərə qarşı x artım var. Tənasübümüz belə olacaq. Buradan x bərabərdir 8 milyon 265 mini vuracaq
8 eləyəcək 66 milyon 120 min nəfər. Bunun minə bölündə düşəcək 66 min 120 nəfər. Deməli, illik mütləq artım edir. 66 min 120 cavabda belə olur. 66 min 120 şəklində yazılır. 66 min 120 nəfər. Ölkədə əhalinin sayı 8 milyon 800 min nəfər. Təbii artım 1000 nəfərə 11 nəfər olmuşdur. İllik mütləq artım müəyyən edilir. Bir haqqı məsələdə olduğu kimi 1000 nəfərə qarşı 11 nəfər artıb 8 milyon 800 min nəfərə qarşı x artım var. X bərabərdir 8 milyon 800 mini vuracaq 11 nəfərə. Eləyəcək 96 milyon 800 min, minə bölündə düşəcək 96 min 800 nəfər. Deməli, illik mütləq artım edib 96 min 800. Cavab da olacaq 96 min 800. Ağ regionunda əhalinin ümumi sayı ilin əvvəlində 130 milyon nəfər, təbii artım isə hər 1000 nəfərə -2 olarsa, həmin ilin sonunda əhalinin sayını müəyyən edin. Deməli, bu ölkədə əhalinin təbii azalması baş verir, artım yoxdur. 130 milyon nəfərə qarşı, deməli, artım tapmadan ötürü 1000 nəfərə qarşı 2 nəfər azalır, 130 milyona qarşı x azalır. Tənasibindən istifadə edəcək. 1000-ə -2, 130 milyona x bərabərdir. 130 milyonu vuracaq -2-yə, böləcək 1000-ə. Deməli, 260 min nəfər əhalinin azalması baş verəcək. Əhalinin ümumi sayı 130 milyon nəfərdir. 130 milyon nəfərdən 260 mini çıxanda eləyəcək 129 milyon 740 min nəfər. Məsələnin şərtində 1000 nəfər yazdığına görə elə cavabımız bu şəkildə olacaq. 129 milyon 740 min məsələnin şərtində yazıldığına görə də onu yazmayacaq. Cavab olacaq 129 740. Ölkədə dəmir yollarının ümumi uzunluğu 20 min kilometr, orta sıxlığı isə 400 metr bölünsün kilometr kvadratdır. Ölkədə əhalinin orta sıxlığı 1000 nəfər, 100 nəfərdirsə, ölkə əhalinin sayını müəyyən edin milyon nəfərlə. Deməli, biz əvvəla ölkənin sayısını tapmalıyıq. Ölkənin sayısını tapmadan ötürü ölkədəki dəmir yollarının ümumi uzunluğu olan 20 min kilometri bölməliyik. Dəmir yollarının sıxlığı, yəni 400 metr bölünsün kvadrat kilometrə. Bu şəkildə yazacağız. Sahə bərabərdir, uzunluğu bölünsün sıxlıq, o da bərabərdir 20 min kilometr böləcək 400 metr bölünsün kilometr kvadrata. 400 metri çörəcək 0,4 kilometrə, 2 kilometr ixtisar gedə bilsin. 20 minə 0,4 kilometr bölünsün kilometr kvadrata düşəndə alacaq 50 min kvadrat kilometr. Deməli, ölkənin sayısı 50 min kvadrat kilometrdir. Bunun 50 min kvadrat kilometrin hər bir nəfərində 100 nəfər yaşayır. 50 min kvadrat kilometrində x tənasibindən istifadə edirik. 1 kvadrat kilometrdə 100 nəfərdir, 50 min kvadrat kilometrdə x nəfərdir. Buradan x bərabərdir 50 mini vuracaq 100-ə, böləcək 1 kvadrat kilometrə düşəcək 5 milyon nəfər. Deməli, ölkədə əhalinin ümumi sayı eləyəcək 5 milyon nəfər. Cavabda milyon məsələnin şərtində yazdığına görə cavabda olacaq 5. Ölkədə dəmir yollarının orta sıxlığı 400 metr bölünsün kilometr kvadrat, uzunluğu isə 32 min kilometrdir. Bu ölkədə əhalinin sayı 8 milyon nəfərdirsə, əhalinin orta sıxlığını müəyyən edin. Nəfər bölünsün kilometr kvadratla. Birinci növbədə yenə də biz ölkənin sahəsini tapacaq. Sahəni tapmadan ötürü uzunluğu böləcək sıxlığa. Dəmir yollarının ümumi uzunluğu 32 min kilometrdir. Bunu böləcək 400 metr bölünsün kilometr kvadrata. 400 metri kilometrə çeviririk. Bu da 0,4 kilometr. Yəni 32 mini kilometr böləcək 0,4 kilometr bölünsün kilometr kvadrata. Bunun ölkənin sahəsini tapacaq. Ölkənin sahəsi 80 min kvadrat kilometr. İndi 80 min kvadrat kilometr olan ölkədə əhalinin sayı 8 milyon nəfərdir. Biz 1 kvadrat kilometr əhalinin sayını tapacaq. Belə yazacaq. 80 min kvadrat kilometrdə 8 milyon nəfər əhali yaşayır. 1 kvadrat kilometr x düşür. X bərabərdir. Biri vuracaq 8 milyona, böləcək 80 minə, 1 kvadrat kilometr düşəcək 100 nəfər. Cavabımız olacaq 100. Miqyası 1,20 milyon xətti ölkə ərazisi 4 sm kvadratda göstərilmişdir. Ölkədə əhalinin sayı 12 milyon nəfər olduğunu bilib, əhalinin sıxlığını müəyyən edin. Deməli, ölkə ərazisi 4 sm kvadratda göstərilmişdir. 1,20 milyon miqyaslı xəttidən gedir söhbət. 1,20 milyon miqyaslı xəttdə 1 sm 200 kilometrə uyğun gəlir. 1 sm
200 kilometr ise 1 santimetr kvadratımız eləyəcək. 200'ü burada 200 eləyəcək 40 min kvadrat kilometr. Deməli 1 santimetr kvadrata uyğun gəlir 40 min kvadrat kilometr. Xəritədə bu göstərilib 4 santimetr kvadratla. 4 santimetr kvadratla da uyğun gələn sahəni tapırıq. Bunun üçün 4'e vururuq. 40 mini eləyir 160 min kvadrat kilometr. Deməli ölkənin sahəsi 160 min kvadrat kilometrdir. Və bu ölkədə 12 milyon nəfər əhali yaşayır. 12 milyonu böləcək 160 min kvadrat kilometrə. Hər kvadrat kilometr düşəcək 75 nəfər. Deməli əhalinin sıxlığı 1 kvadrat kilometrdə 75 nəfərdir. Cavab olacaq 75. Miqyası 1,25 milyon olan xəritdə regionun sahəsi 8 santimetr kvadrata göstərmişdir. Əhalinin sıxlığı 80 nəfər bölü kilometr kvadrat olduğunu bilərək region əhalisinin ümumi sayını müəyyən edin. Eyni qaydada 1,25 milyon miqyaslı xəritədə 1 santimetrə uyğun gələn məsafə 250 kilometrdir. 250 kilometrdə 1 santimetr kvadrata uyğun gələn məsafə isə 250-nə vuracaq. 250 eləyəcək 62.500 kvadrat kilometr. 62.500 kvadrat kilometr. Və xəritədə bu 8 santimetr kvadrat sahədir. Orada sahəni tapmadığını ötürü 62.500'ü vuracaq 8'e. Bu da eləyəcək 500 min kvadrat kilometr. Deməli ölkənin sahəsi 500 min kvadrat kilometrdir. Və 500 min kvadrat kilometr, hər bir kvadrat kilometrdə 80 nəfər yaşayır. Bir kvadrat kilometrdə 80 nəfər yaşayır, 500 min kvadrat kilometrdə x əhali yaşayır. Buna da əhalinin ümumi sayını tapacaq. X bərabərdir 500 mini vuracaq 80'e böləcək 1'e. Düşəcək 40 milyon nəfər. Deməli ölkə əhalinin sayı 40 milyon nəfərdir. Məsələnin şərtində milyon yazdığına görə cavabımız elə olacaq 40. Ölkə əhalinin sayı 35 milyon nəfərdir. İqtisadi seçən fəali əhali onun 45%-nə, işsizlər isə 7%-nə bərabər olarsa, əmək qabiliyyətli əhalinin sayını müəyyən edin milyon nəfərlə. Deməli, əhali ibarətdir əmək ehtiyatlarından, bir də əmək ehtiyatı olmayanlardan, uşaqlardan və yaşlılardan. Əmək ehtiyatları, deməli, iqtisadiyyatcan fəal əhaldən və işsizlərdən ibarətdir ki, bunu da cəmi eləyir 45 yüksənsinin 7, 52%. Deməli, ölkə əhalinin 52% əmək ehtiyatlardır, qalanı isə əmək ehtiyatı deyil. Orada biz 52%-ə uyğun gələn əhalinin sayını tapacaq. Bunun üçün 100%-miz 35 milyondur, 52%-miz x tənasübündən istifadə edilir. X bərabərdir 52%-i vuracaq 35 milyona böləcək 100-ə, eləyəcək 18,2 milyon nəfər. Deməli, əhalisi 35 milyon nəfər olan ölkədə əmək ehtiyatları eləyəcək 18,2 milyon nəfər. Cavabımız olacaq 18,2. İsveç əhalisinin milli tərkibinin 65%-ni almanlar, 19%-ni fransızlar, 10%-ni italyanlar təşkil edir. Ölkənin əhalisinin sayı 7,2 milyon nəfər olduğunu bilərək digər xalqların sayını müəyyən edin. Əvvələ biz deməli almanlar, fransızlar, italyanların cəmi payızını tapaq. Bunun üçün 65'in üzərinə gəlirik, 19 üzərinə gəlirik, onu edir 94%. Deməli 94%. Ölkə əhalinin 7,2 milyon nəfərdir ölkə əhalinin cəmi sayı. Qalan əhali, yəni milli azlıqlar 6% təşkil edir. Milli 6% təşkil edir. 100%-miz 7,6 milyondur. Digər xalqlar isə cəmi 6%-dir. Alman, İtalyan, Fransızlardan başqa qalanlar 6%-dir. Bu deyilir x. Buradan x bərabərdir 6%-i vuracaq 7,2 milyona böləcək 100'ə düşəcək 432 min nəfər. Deməli, digər az sayılı xalqlar eləyəcək 432 min nəfər. Cavab da olacaq 432. Belçika əhalinin milli tərkibinin 55%-ni flamandılar, 33% isə ballonlar təşkil edir. Ölkənin əhalisinin sayının 15 milyon nəfər olduğunu bilərək digər xalqların sayını müəyyən edin. Biz əvvəla deməli flamandlarla ballonların neçə faiz təşkil edildiyini tapırıq. O üçün 55 üzərində gəlir 38,88%. Deməli digər xalqlar təşkil edəcək 100 çıxılsın 88, 12%. İndi 100%-miz 10,5 milyon nəfərdir. 12%-miz x tənasübü ilə biz digər az sayılı xalqların sayını tapacaq.
Ki bu derece x beraber 12 burasının 10,5 milyon bölünsün 100 eləcə 1 milyon 260 min. Deməli açarlı xarlayıcı, digər xarlayıcı 1 milyon 260 min. Cavabı 1000 yazıldığına göre elə 1260 şeklinde okunuşu belə olur. 1 milyon 260 min nəfər şeklinde olacak. Cevap 1260. Qəbələ rayonunda 2005-ci ildə şəhər əhalinin sayı 11,6 min nəfər, 2009-cu ildə 32 min nəfər olmuştur. Bu dövr ərzində şəhər əhalinin orta illik artımını hesablayın. Deməli, 4 ildən gedir söhbət. 4 ildə şəhər əhalinin artımı 11,6 mindən qalxıb 32 min nəfərə. Yəni, 32 min nəfərdən 11,6 mini çıxsaq, 20,4 min nəfər. Deməli, 4 il ərzində Qəbələ rayonunda şəhər əhalisi 20,4 min nəfər artıb. 4 il ərzində 2009 çıxsın 2005 4 il. O gün 20,4 mini bölmək lazımdır 4 ilə. 20,4 mini 4 ilə bölə düşəndə ilə düşəcək 5100 nəfər, 5,1 min nəfər. Deməli, Qəbələ rayonunda bir ildə şəhər əhalisi orta hesabla artır 5,1 min nəfər, cavab olacaq 5,1. Məsələn, şərtində 1000 yazdığına görə hesabımız elə olur 5,1. Qərbi Avropada əhalinin sayı 190 milyon nəfər. Əhalinin təbii artımı isə hər 1000 nəfərə 1 nəfərdir. Şərq Avropada isə əhalinin sayı 295 milyon nəfər və hər 1000 nəfərə təbii artım -1-dir. Qərbi Avropada illik təbii artım Şərq Avropada neçə min nəfər çox olduğunu müəyyən edin. Deməli, Qərbi Avropada 190 milyon nəfərdir və 1000 nəfərə qarşı 1 nəfər artır. 1000-ə 1-dir, 190 milyonu x bərabərdir. 190 milyonu 1-ə vursaq, 1000-ə bölsək, 190 min nəfər. Deməli, Qərbi Avropada bir ildə 190 min nəfər artım var. Şərq Avropaya keçək. Şərq Avropada 295 milyon nəfərdir və 1000 nəfərə qarşı -1 artım. Bu cür yazılır. 1000 nəfərə -1-dir, 295 milyona x bərabərdir. 295 milyonu -1-ə vurub 1000-ə böləcək, -295 min nəfər. Deməli, Şərq Avropada bir ildə 295 min nəfər əhali azalır. O görə Qərbi Avropa ilə bunlar arasında fərqi tapmalıyıq. Qərbi Avropada 190 min artır, Şərq Avropada 295 min azalır. Yəni 190 mindən çıxacaq -295 mini eləyəcək 485 min nəfər. Ki, Qərbi Avropada bir ildə əhalinin sayı Şərq Avropa ilə müqayisədə 485 min nəfər artır. Cavab olacaq 485 min. Cavab yazılır 485 şəklində. Şərq Avropada əhalinin sayı 296 milyon nəfər, hər 1000 nəfərə görə təbii artım -1-dir. Demoqrafik göstəricilərin dəyişmədiyi şəraitdə 5 ildən sonra regionda əhalinin sayı neçə min nəfər ola biləcəyini müəyyən edir. Bunun üçün, deməli, belə bir tənasüb quracaq. 1000 nəfərə qarşı -1 nəfər azalma var, -1-dir, 296 milyona qarşı x bərabərdir. 296 milyonu vuracaq, -1-ə böləcək, 1000-ə 296 min. Mənfi ilə. Deməli, bir ildə 296 min nəfər əhali azalır. 5 ildən, 5 il əhali nə qədər dəyişir, bunu tapmalıyıq, 5-ə vurmaq lazımdır. 5-i vuracaq 296 mini, eləcə 1 milyon 480 min nəfər. Deməli, 5 il ərzində Şərq Avropanın əhalisi 1 milyon 480 min nəfər azalacaq. Əhalinin sayı 296 milyon, 296 milyondan 1 milyon 480 mini çıxanda əhalinin sayı 5 ildən sonra eləyəcək 294 milyon 520 min nəfər. Cavabı 294 520 şəklində yazacaq. A ölkəsində əhalinin sayı 63,3 milyon nəfər, hər 1000 nəfərə düşən təbii artımı isə 4 nəfərdir. B ölkəsində bu rəqəmlərə müvafiq olaraq 63,7 milyon və 4 nəfərdir. A ölkəsində əhalinin illik təbii artımının B ölkəsində neçə min nəfər çox olduğunu müəyyən edin. A ölkəsində 63,3 milyon nəfər əhali var. 1000 nəfərə görə 4 nəfər artır. 1000 nəfərə görə 4 nəfər artırsa 63,3 milyon nəfərə qarşı x artım olacaq. X bərabərdir 63,3 milyonu vuracaq 4-ə böləcək 1000-ə eləcək 253 min 200 nəfər. Deməli, A ölkəsində illik təbii artım olur 253 min 400 nəfər. B ölkəsində 1000-ə qarşı 4 nəfər artım var. 62,7 milyon nəfər əhali var. Buna qarşı artım olacaq. X bərabərdir. 62,7 milyonu vuracaq 4-ə böləcək 1000-ə eləcək 250 min 800 nəfər.
İndi A ölkəsində əhalinin sayı, deməli, illik təbii artım 253.200-dir. B ölkəsində 250.800-dir. 253.200-dən 250.800 çıxanda eləcə 2400 nəfər A ölkəsində illik təbii artım daha çoxdur. Məsələnin şərtində əhalinin təbii artımı 1000 nəfər yazdığına görə cavab olacaq 2,4. 2400-ü 2,4 1000 şəklində yazacaq. Cavab olacaq 2,4. A ölkəsinin əhalisi 881,8 milyon, hər 1000 nəfərə görə təbii artım -2 nəfərdir. B ölkəsində isə bu göstərici müvafiq olaraq 60,8 milyon və hər 1000 nəfərə -1 nəfərdir. AB ölkənin əhalinin təbii azalması arasındakı fərqi müəyyəndir 1000 nəfərlə. Eyni qaydada 1000 nəfərə qarşı A ölkəsində -2-dir. 81,8 milyona qarşı X-dir. X bərabər 81,8 milyonu vuracaq -2-yə böləcüyünə eləyəcək 163,6 mənfi azalma var. 163.600 nəfər. İndi B ölkəsində 1000-ə qarşı -1-dir. 60,8 milyon əhali var. Buna qarşı eləyəcək X. X bərabərdir 60,8 milyonu vuracaq -1-ə böləcüyünə eləyəcək 60,8 min nəfər. Deməli, B ölkəsində azalma 60,8 mindir. İndi bunların fərqi tapmaqdan ötürü 163,6 mindən 60,8 mini çıxırıq. Deməli, A ölkəsindəki artım B ölkəsindəki artımdan 102,8 min fərq var. Cavab olacaq 102,8. Latin Amerikasında 1990-cı ildə əhalinin sayı 450 milyon, 2010-cu ildə isə 585 milyon nəfər olmuşdur. Hər 1000 nəfərə görə orta illik təbii artımın 17 nəfər olduğunu nəzərə keçən müddət ərzində əhalinin sayının miqrasiya hesabına neçə milyon nəfər azaldığını müəyyən edin. 1000 nəfərə görə 17 nəfər artım var, 450 milyon nəfərə qarşı X artım var. X bərabərdir, 450 milyonu vururuq 17-yə böldüyüm minə eləyəcək 7.650.000 nəfər. Deməli, bir ildə 7.650.000 nəfər əhali artım var. 2010-cu ilə 1990-cı il arasında 20 il var. 20 il hər birində 7.600.000 nəfər əhali artırsa, deməli 20 ilə 153 milyon nəfər əhali artmalıdır. Ona görə də 1990-cı ildə olan əhalinin sayı 450 milyon üzərinə 153 milyon gəlmiş, eləməlidir 603 milyon nəfər. Amma əhalinin sayı olub 585 milyon nəfər. 603 milyon nəfərdən 585 milyon çıxanda fərq edəcək 18 milyon nəfər. Deməli, Latin Amerikasından bu müddət ərzində 20 il ərzində 18 milyon nəfər əhali miqrasiya etmişdir. Cavab olacaq 18. Ölkə təsərrüfatının birinci sektorunda çalışanlar 6 milyon nəfər olmaqla əmək ehtiyatlarının 25%-ni təşkil edir. Əmək ehtiyatları ölkə ərazisinin 60%-ni təşkil edirsə, əhalinin mütləq sayını milyon nəfərlə. Deməli, 25%-imiz 6 milyondur birinci sektorda çalışanlar. 100% nə qədərdir? Bunu tapacaq. 25%-imiz 6 milyondur, 100%-imiz X-dir. Bunun iqtisadi çəkən PR əhalinin sayı dəstəqası əmək ehtiyatları 4. Bunun sayı eləyəcək 24 milyon nəfər. Deməli, ölkədə 24 milyon nəfər əmək ehtiyatı var. 24 milyon, 6 milyon nəfər birinci sektorda çalışır. Əmək ehtiyatları ölkə ərazisinin 60%-ni təşkil edirsə, bu əmək ehtiyatlarının yerində iqtisadi qeyri əhali ölkə ərazisinin 60%-ni təşkil edərsə, əhalinin mütləq sayını tapmaq olar. Yəni əmək ehtiyatları sözünün yerində burada iqtisadi qeyri əhali olmalı idi. O görə belə bir tanesi quracaq. Bu 24 milyon 100%-imiz 60%-imiz 24 milyonsa 100%-imiz X-lə əhalinin ümumi sayını tapmaq olar. 60%-imiz 24 milyondur, 100%-imiz X-dir. Burada X bərabərdir, 100-ü vuracaq 24 milyona, böləcək 60-a düşəcək 40 milyon nəfər. Deməli, ölkə əhalisi mütləq sayı edir 40 milyon nəfər. Yeni deyirəm, əmək ehtiyatları sözünün yerində burada iqtisadi cəhətdən PR əhali ifadəsi olmalı idi. Cavab oldu 40 milyon, cavabı 40 şəklində yazırıq. 1 milyon məsələn şəklində yazıb. Ölkə ərazisinin sayı 40 milyon nəfərdir. Əhalinin 60% əmək ehtiyatlarıdır.
Emek ehtiyatlarının 75%, 3. ve 4. sektorlarda çalışır, inşetmiş ölçeli ve birinci ve ikinci sektorda çalışanların sayını müeyyidir milyon neferle. Demek ölçü arasının sayı 40 milyon neferdir. 60% bunun emek ehtiyatıdır. 100%'miz 40 milyondur, 60%miz x'tir. Bunun emek ehtiyatlarının cəmi sayını tapırıq. X bərabərdir 60%-i vuracaq 40-a böləcək 100-ə 24 milyon nəfər. Deməli ölçüdə əmək ehtiyatları 24 milyon nəfərdir. Bu 24 milyon nəfərin 75%-i 3-cü və 4-cü sektorlarda çalışırlar. 75%-i. 100%'miz 24 milyondur, 75%'miz 3-cü, 4-cü sektorda çalışanlar X'dir. X bərabərdir 75%, 24 milyona vurub 100-ə böləcək 18 milyon nəfər. Deməli, əmək ehtiyatları 24 milyon, 18 milyon nəfəri 3-cü, 4-cü sektorda çalışır. 1-ci, 2-ci sektorda çalışanların sayısı olacaq 24 milyondan 18 milyon çıxacaq, eləcə 6 milyon nəfər. Deməli, 1-ci, 2-ci sektorda çalışanların sayı 6 milyon nəfər. Cavab olacaq 6 şəklində. Ölkə ərazisi isə 62 milyon 850 min nəfər. İllik təbii artım hər 1000 nəfərə 4 nəfərdir. Əhalinin sayının illik artımı 0,6% olarsa, onun mexaniki artımını müəyyən edin nəfərlə. Deməli, 62 milyon 850 min hər 1000 nəfərə görə 4 nəfər artır. 1000-ə 4 nəfərdirsə, tənasübümüz belə olur. 1000-ə 4, 62 milyon 850 min nəfərə x tənasübündən istifadə edirik. X bərabərdir 62 milyon 850 minə vururuq, 4-ə bölürük 1000-i, eləcək 251 min 400. Bu elədir təbii artım. 251 min 400. Amma əhalinin sayı illik artımı 0,6% olarsa, 0,6% 1000 nəfərə qarşı 6 nəfər demək deyirəm. İndi 1000-ə 6 nəfər əhalinin sayındakı artımdan gedir söhbət. 1000-ə 6 nəfərdirsə, 62 milyon 850 mini eləyəcək x. Bu da eləyəcək x bərabər 62 milyon 850 mini vururuq. 6-ya bölürük. 1000-ə eləcək 377 min 100 nəfər. Deməli, ölkədə bir il ərzində 377 min 100 nəfər artım var. İndi, deməli, təbii artım hesabında bu artım olubdur 251 min 400 nəfər. Deməli, cəmi artımdan təbii artımı çıxmaqla mexaniki artımı tapmaq olar. Bu üçün 377 min 100 nəfərdən 125 min 700, 251 min 400 nəfər çıxırıq, alırıq 125 min 700 nəfər. Deməli, 125 min 700 nəfər mexaniki yolla gəlmələrin immiqrasiya hesabına artımdır. Mexaniki artım olacaq 125 min 700. Cavabı da bu şəkildə yazacaq. 125 min 700 şəklində yazacaq. Ölkədə əhalinin sayı ilin əvvəlində 52 milyon 185,2 min nəfər, ilin sonunda 52 milyon 218,5 min nəfər olmuşdur. Əhalinin sayı miqrasiya hesabına 12,9 min nəfər artmışdırsa, təbii artımı il ərzində müəyyən edin 1000 nəfər ilə. Deməli, əhalinin sayı, ilin sonunda olan sayı, ilin əvvəlində olan saydan çıxırıq. 52 milyon 218,5 mindən 52 milyon 185,2 minə çıxanda 33,3 min nəfər il ərzində deməli ölkədə əhalinin sayı cəmi bu qədər artıb. Amma bunun 13,9 min nəfəri miqrasiya hesabınadır. Deməli, ümumi artımdan miqrasiya hesabına artımı çıxmaqla təbii artımı tapa bilərik. 33,3 min nəfərdən 13,9 min nəfər çıxanda 20,4 min nəfər təbii artım tapır. Deməli, il ərzində 33,3 min nəfər əhali artıbdır. Bunun 20,4 min nəfəri təbii artım hesabınadır, qalanı deməli mexaniki artım hesabınadır. Cavab olacaq 20,4.